Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Salam, bugün sizə bəzilərinin bilmədiyi xəbəri təqdim edəcəm. Kriminal aləmdə Qaley kimi tanınan 51 yaşlı qanuni oğru Dmitri Qaleyev Polşadan deportasiya edilib. Buna səbəb isə məclisdə yaranan mübahisə olub və bu mübahisə səbəbindən Detxasan və Yaponçik sonda həyatını itirib. Keçək əsas xəbərə. Xəbər saatına verilən məlumata görə Qaleyev 1998-ci ildə tazlandırılıb və Belarus mənşəli qanuni oğrular arasında staj baxımından ən yaşlılardan biridir. Qeyd olunur ki, vaxtilə Yaponçik və Detxasanın öldürüldüyü iri kriminal klanlar arası münaqişə Moskvada Xusan Ziyan Muhammedovun qızının toyunda Qaley ilə Pisuka arasında baş verən dava ilə başlayıb. Qaleyin eləcə də həmin vaxt onu dəstəkləyən Taro və Merabın statusu bu günə qədər mübahisəli olaraq qalır. Verilən məlumata görə hazırda Mogilyovada yaşayan Qaleyev Polşaya yollanıb. Orada onun titulunu tanıyan çoxsaylı qruplaşma fəaliyyət göstərir. Lakin sərhəddə onun kimliyi və keçmişi müəyyən edildikdən sonra geri qaytarılıb. Bundan sonra onun Şengen ölkələrinə girişinə 10 il müddətinə qadağa qoyulub. Bu xəbər haqqında fikirlərinizi yorumlarda bildirə bilərsiniz. Təşəkkür edirik. Kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın.